Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün üzdəki ləkələri aparan ev üsulunda təbii vasitələrdən maska hazırlayacağım. İnanın xanımlar, bu maskanı hazırlasaz, sizin də dərinizdəki ləkələr tamamilə yox olacaq. Bunun üçün bizə lazımdır yumurta qabığının tozu, çalışın kənd yumurtasının qabığı olsun. Mən əvvəlcədən üyütmüşəm. Yarım çay qaşığı qabın içərisinə yumurta qabığının tozunu əlavə edirəm. Üzərinə isə 1 çay qaşığı limon suyu tökürəm. Yumurta qabığının üzərinə limon suyu əlavə etdikdə, baxın, beləcə köpüklənir. Qarışım həll olur. Daha sonra isə üzərinə yumurta ağını tökürəm. Mən 1 ədəd yumurta götürdüm, ancaq yumurta ağının bir hissəsini tökürəm, yəni hamısını tökmürəm. Qalan hissəsini də yenə maska hazırlamaq üçün soyuducuda saxlayıram. Maskanı qaşıqla yaxşıca qarışdırıram. Quru dərili xanımlar əlavə olaraq 1 kapsul E vitamini əlavə edə bilərlər. Daha sonra isə maskanı üzünüzə tətbiq edirsiniz. Mən əlimə çəkərək sizlərə göstərdim. Maskanı üzünüzdə 15 dəqiqə saxladıqdan sonra yuyursunuz. Üzərindən isə nəmləndirici krem çəkirsiniz. Bu maskanı həftədə 3 dəfə təkrarlasaz, dərinizdə olan ləkələr tamamilə yox olacaq. Əgər videom sizlər üçün faydalı oldusa, bəyənmə düyməsini basmağı və rəy bölməsində fikirlərinizi yazmağı unutmayın. Sağ olun.